həmkarlar ittifaqları, əməkçi insanların birləşimləri tərəfindən yaradılan təşkilatlarda keçirilir bugün. Və layiqli əmək yalnız iş yeri və onun qısaslı bağlı sərhədləri demək deyil. Əslində layiqli əmək bizim bütün həyatımızı əhatə edir və burada yəni belə deyək ki, layiqli əmək hüquqlarını qoruyuruq, bununla bitmir. Əslində layiqli əməyə özünü sərf edən insanlar çağırışlar edirlər. Bu çağırışları biz düşünməliyik ki, axı onlar nə çağırışlar edirlər, bizə nəyi xatırlatmaq istəyirlər və nəyi bugünkü xırda məişətimizdə tətbiq etməyimizi istəyirlər. Onlar deyirlər ki, ədalətli əmək olsun, əmək haqqları ədalətli formada bölünsün, insan hüquqları olsun və bunlarla yanaşı insanın özünün işləməyi ilə yanaşı onun iş şəraitinin yüksəldilməsinə çalışır və o çağırışları edir. Və hər il 7 oktyabrda bu çağırışlar yəni işə götürənlərə, dövlətlərə çatdırılır ki, insanlar sizdən nələr istəyirlər. Və onların 20-dən çox şüarı var. Onları qısaltmışam ki, çox vaxtınızı almayam. Onlardan biri insan zəhmətinə dəyərin verilməsidir. Düşünə bilərik ki, burada yəqin ki, əmək haqqıdan danışılır. Yəni, dəyərin verilməsi, iş gördüm, dəyərini gördüm, maaş aldım. Ancaq bu iki başlıqlı məsələdir. Burada şəkildə görürsünüz, fərqli mühafizə vasitələri, həkimlər üçün, yanğın söndürənlər üçün fövqəladə hallar və texniki, yəni hər hansısa bir dəzgahlarla işləyən insanlar. Gəlin düşünək ki, biz yaxşı işləyirik, əmək haqqı alırıq. Ancaq bizim sağlamlığımız nə qədər yüksək səviyyədədir? Biz iş şəraitində nə qədər risklərimiz aşağıdır və sağlamlığımız qorunur? Burada yəni əsas məqam bizim